Hörmətli izləyicilər, Avropa turundan sonra Ukrayna lideri Vladimir Zelenski Türkiyəyə səfər eləyəcək və səfər əsnasında Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla görüşəcək. Bir sıra mühüm məsələlər müzakirə olunacaq. İstər iki tərəfli gündəmə dair, iki ölkə arasında olan əməkdaşlığa dair, istərsə də əsas Rusiya-Ukrayna müharibəsinə dair və istər Ukrayna tərəfi, istər də daha doğrusu Türkiyə tərəfi hesab eləyir ki, müharibəni mümkün qədər tez bir zamanda bitirmək lazımdır. Ukrayna tərəfi xüsusilə bu prosesdə Türkiyənin dəstəyini almaq istəyir. Çünki bilirsiniz, kifayət qədər nüfuzlu ölkədə hazırda Türkiyə istər regionda, istər dünyada və Türkiyənin hazırda Rusiya ilə də əlaqələri o qədər də pis sayılmaz və bu səbəbdən Ukrayna prezidenti Vladimir Zelenski istəyir ki, Türkiyə lideri bu prosesdə Ukraynaya yardımçı olsun. Süleyman, xatırlayırsansa, mən üzr istəyirəm, müdaxilə elədim sənə. İndi məsələn, Trumpın Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün, sülhün bərpası üçün çalışdığını hər kəs deyir. Artıq müharibə də neçə ildir davam edib. Bir neçə il bundan əvvəl idi, səhv eləmirəmsə, elə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da çox ciddi cəhdlər göstərirdi. Yəni, Türkiyə ümumiyyətlə bu müharibənin əvvəlindən sülhün əldə olunması üçün, atəşkəsin olması üçün çox çalışır. Həqiqətən neytrallığını həm qoruyur, amma həm də belə deyək, müharibənin dayandırılması üçün hətta öz ölkəsini, Türkiyəni həmin o görüşlər üçün belə deyək, ev sahibliyi eləməyə də hazır olduqlarını bildirirlər və görünür ki, bu proses hələ də davam edir və ümid edirik ki, ən qısa zamanda Türkiyə buna nail olar, ümumiyyətlə sülh olar və hətta Türkiyə buna nail olsa, bu bizim üçün də çox sevindirici olar. Çünki qardaş ölkənin nüfuzunun artmağı bizim hər birimiz üçün təbii ki, sevindirici. Bu istiqamətdə Rəcəb Tayyip Ərdoğan səyləri davam elətdirir və elə bu günlər ərzində ABŞ prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff da səfər eləyəcək İstanbula, Türkiyəyə və görüş keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Steve Witkoff və Zelenskinin iştirakı ilə. Gözlənilən oydu ki, Rusiya da iştirak eləsin, amma Peskov çox maraqlı bir cavab verib. Bəli, Peskov açıqlayıb ki, Rusiya bu danışıqlarda Türkiyədə təmsil olunmayacaq. Çünki Peskovun açıqlamasına görə Ukrayna tərəfindən Rusiyaya hər hansısa təklif gəlməyib görüşlə bağlı. Rusiya Ukrayna tərəfindən gəlməyibsə, Türkiyə tərəfindən gəlibsə, bu qəbul oluna bilməz? Bu artıq baxır danışıqlar formatına. Sadəcə Peskovun bildirdiyinə görə, əgər orada əsas təşkilatçılar, Birləşmiş Ştatlar və Ukraynadırsa, məhz görüş təklifi onlardan gəlməlidir. Bu səbəbdən Peskov hesab edir ki, əgər tərəflər, yəni danışıqlar prosesi barədə, danışıqların yekunu barədə Rusiya prezidenti Vladimir Putinə məlumat vermək istəyirlərsə, danışıqlar necə keçib, hansı nəticələr əldə olunub, Putin bu danışığa açıqdır, amma iştirak eləməyəcək orada. Digər tərəfdən Kremlin mətbuat katibinin sözlərinə görə Rusiya tərəfinin Moskvanın ümumiyyətlə bu müharibəyə dair mövqeyi istər Ukraynaya, istər Türkiyə, istərsə də Birləşmiş Ştatlara məlumdur. Bu səbəbdən onlar hesab edirlər ki, əgər görüşmək istəyirsinizsə, bizə məlumat verin. Digər tərəfdən mən qeyd eləmək istəyirəm ki, son günlər Rusiyanı daha bir hadisədə günahlandırırlar. Polşa tərəfi bir neçə gün bundan öncə dəmir yolunda baş verən partlayışda Rusiya tərəfinin əli olduğunu bildirir. Artıq istintaq prosesi davam edir və prosesdə məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Onlar Ukrayna vətəndaşıdır. Amma rəsmilərin bildirdiyinə görə, Polşa rəsmilərinin bildirdiyinə görə, məhz bu Ukrayna vətəndaşları Rusiya xüsusi xidmət orqanları tərəfindən verbovka olunub və Rusiya xüsusi xidmət orqanları üçün bu hadisəni törədiblər. Rusiya tərəfi təbii ki, bu prosesi inkar eləyib və bildirib ki, rəsmi Moskvanın bu işdə heç bir əli yoxdur. Digər tərəfdən elə Avropa-Rusiya məsələsindən danışmışkən Birləşmiş Ştatlar Avropa ölkələrini Rusiyaya qarşı daha aqressiv davranmağa çağırış eləyiblər. Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi Matthew Whitaker qeyd edib ki, Avropada hazırda Rusiyanın kifayət qədər aktivi var. Söhbət pullardan gedir, Rusiyanın Avropadakı pullardan gedir. Ümumi olaraq bu məbləğ təxminən 300 milyard avroya qədərdir. Amma Whitaker hesab eləyir ki, hazırda bu pulların bir hissəsi reparasiya qismində Ukraynaya verilməlidir. Ukraynanın bərpası üçün, Ukraynanın silah alınması üçün. Amma Avropa ölkələri, ümumiyyətlə Avropalı liderlər bu prosesdə bir mənalı mövqe sərgiləyə bilmir. Çünki bəziləri qarşılıqlı sanksiyalardan ehtiyat edirlər. Məsəl üçün, biz onlardan Belçikanı qeyd eləyə bilərik. Qeyd eləyim ki, bu, daha doğrusu Rusiya vəsaitinin 300 milyardından 140 milyard
170 milyard daha doğrusu avrosu Belçikada yerləşir. Belçika maliyyə şirkətlərində yerləşir. Amma Belçika bu pulların Ukraynaya verilməsini o qədər də müsbət hesab eləmir. Çünki narahatdır ki, Rusiya yaxın gələcəkdə ona qarşı məhkəmə iddiaları qaldıra bilər, qarşılıqlı sanksiyalarla cavab verə bilər. Yəni ki, Rusiyanın belə deyək, pullarını Rusiyaya qarşı istifadə etməyə təklif edir ABŞ, belə görünür. Bəli, istər ABŞ, istər Avropanın bir sıra ölkəsi var. Fransa bu yöndə çıxış eləyir, Almaniya bu yöndə xüsusilə Amma məsuliyyət Belçikanın üstünə qalır da nəticədə. Pulun çox orada olduğuna görə Belçika qərar verməlidir. Eləsin, yoxsa eləməsin. Bəli. Dünya gündəmini zəbt eləyən görüşlərdən biri də Donald Trump və Səudiyyə Ərəbistanı vəliəhd şəhzadəsi Məhəmməd bin Salman arasındakı görüşdür. Min nəfərlik görüş. Bəli. Bir neçə gün öncə biz bu barədə məlumat vermişdik. Çox böyük nümayəndə heyəti ilə yollanıb Səudiyyə Ərəbistanının rəhbərliyi Birləşmiş Ştatlara və nəhayət bir neçə saat bundan öncə artıq Bakıda gecə saatları olanda görüş baş tutdu. Gözlənildiyi kimi çox böyük təntənə ilə baş tutdu və görüş zamanı xüsusi nüfuzuna görə Bin Salmanın 6 ədəd Birləşmiş Ştatlara məxsus təyyarə, qırıcı təyyarə Ağ Evin üzərindən uçdu. Bu da təbii ki, təntənəli görüşlər zamanı bu proses həyata keçirilir. Ümumiyyətlə, biz görüş zamanı Birləşmiş Ştatlar rəsmilərinə baxsaq, kifayət qədər nüfuzlu şəxsləri görə bilərik oradan. Donald Trump özü qarşıladı. Daha sonra bir sıra ABŞ rəsmiləri orada iştirak etdi. Biz vitse-prezident J.D. Vance-i qeyd eləyə bilərik. Dövlət katibi Marco Rubio, Müdafiə naziri Pete Hegseth və Maliyyə naziri Scott Bessent iştirakçılar arasındaydı və biz ümumiyyətlə məlumatları oxuduqda son vaxtlar Trump ikinci dəfə hakimiyyətə gələndən sonra biz görürük ki, məhz bu şəxslər, bu fiqurlar hazırda Birləşmiş Ştatların idarə edilməsində çox böyük nüfuza sahib şəxslərdir. Və görüşdən ümumilikdə danışdıqda biz deyə bilərik ki, bir sıra vacib sövdələşmələr əldə olundu. Hələ Bin Salman Amerikaya gəlməmişdən əvvəl deyilirdi ki, əsas məsələ F-35-lərin alınmasıdır və Donald Trumpın açıqlamasına görə artıq bu görüş əsnasında razılıq əldə olunub. Baxmayaraq ki, bəzi detallar hələ də axıra qədər razılaşdırılmayıb. Əsas razılıq əldə olunub və qeyd olunur ki, F-35-lərin 5-ci nəslini əldə eləyəcək Səudiyyə Ərəbistanı və bu bir sıra müzakirələr doğurub təbii ki, çünki bununla Səudiyyə Ərəbistanı yaxın şərqdə F-35-lərə sahib olacaq ikinci ölkə olacaq. Birinci ölkə İsraildir və maraqlı məsələ ondan ibarətdir ki, Birləşmiş Ştatlar qanunvericiliyinə görə İsrail bölgədə öz üstünlüyünü qorumalıdır, amma Səudiyyə Ərəbistanı F-35-ləri artıq alandan sonra müəyyən bir disbalans yarana bilər bölgədə və bu səbəbdən analitiklər maraqla gözləyir ki, bu prosesin sonu necə olacaq, Birləşmiş Ştatlar bununla bağlı hansı addımları atacaq. Bu görüşlə bağlı mən görüşü izləyirdim və orada çox maraqlı iki məqam baş verdi. Demək, Donald Trump və Məhəmməd bin Salmana sual verildi. Daha doğrusu Məhəmməd bin Salmana ABC telekanalının jurnalisti bir sual verdi və 2018-ci ildə müəmmalı şəkildə öldürülən Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Məhəmməd bin Salmana sual verildi və onu sanki ittiham edirmiş kimi bir sual səsləndi. Çünki belə bir söhbətlər də gəzirdi ki, yəni bu dövlət sifarişli bir ölümdür, qətildir və heç Məhəmməd bin Salman cavab verməyə macal tapmadı, bəlkə cavab da vermədi və Donald Trump ABC jurnalistinin sözünü kəsdi və qeyd etdi ki, hadisə də olub, belə bir şeylər ola bilər. Olan olub belə, keçən keçib kimi dedi və bir cümlə də işlətdi ki, mən icazə vermirəm ki, qonağımı bu kimi suallarla narahat edəsiniz. Və daha sonra məhz bu ifadə əməli başlı gündəmə çevrildi və bu ifadə ilə dünyanın müxtəlif belə deyək, media orqanları Donald Trumpın məhz Camal Qaşıqçının ölümünü doğrudan da dövlət sifarişli olduğunu
bir növ təsdiq edərmiş kimi rəftar elədiyini belə bir başlığa çıxartdılar. Yəni çox maraqlı bir məqam yarandı və hal-hazırda da ən çox danışılan mövzulardan da biri bu dəqiqə. Mən qısa olaraq əlavə etmək istəyirəm dediklərinizə. Donald Trump danışıqdan sonra sonda orada qeyd elədi ki, Bin Salmanın bundan xəbəri yox idi, bu hadisədən xəbəri yox idi və qeyd etdi ki, mən istəmirəm ki, mənim qonağımı pis vəziyyətə salasınız. Amma onu vurğuladı ki, bu proses ümumiyyətlə qətl törədiləndə hakimiyyətin, Səudiyyə Ərəbistan hakimiyyətinin bu prosesdən ümumiyyətlə xəbəri yox idi. Belə bir başlıq verdi. Bir məqam da oldu ki, yəni Məhəmməd bin Salman özü danışanda qeyd elədi ki, Usama bin Ladeni xatırladı və yəni Amerikada baş vermiş sentyabrın 11-də baş vermiş hadisələrində bəli o günahlandırılır və təbii ki, bu da Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları arasında kifayət qədər münasibətləri soyutmuşdu və buna görə sanki bir növ üzrxahlıq elədi ki, məhz ona görə bu hadisə baş verib və məhz belə deyək, bu soyuqluğun yaranmasına görə və indi artıq onun ora gəlməsi ilə bu soyuqluğun aradan qaldırılması kimi bir mesaj da vermiş oldu. Yəni bu da kifayət qədər bu iki məqam gündəmdə idi. İndi bilmirəm bugün nələr danışılacaq, amma gecə bu danışılır. Yəni ki, daha çox mətləblər ortaya çıxacaq. Bəli. Ümumiyyətlə görüş əsnasında təkcə F-35-lərin yox, eyni zamanda Birləşmiş Ştatlara investisiyaların yatırılması barədə məlumatlar da var. F-35-lərin Səudiyyə Ərəbistanına verilməsi qarşılığında Səudiyyə Ərəbistanının rəhbərliyi qeyd etdi ki, artıq onlar Birləşmiş Ştatlara investisiyaları 1 milyarda qədər yaxınlaşdıracaqlar. Bu rəqəm civarında olacaq. İnvestisiyalar hazırda səhv etmirəmsə 600 milyar dollardan çoxdur. Səudiyyə Ərəbistanının Birləşmiş Ştatlara investisiyası. Eyni zamanda tərəflər yaxın gələcəkdə mülki nüvə enerjisi sahəsində əməkdaşlıq etmək istəyirlər. Amma onu da qeyd eləmək lazımdır ki, Birləşmiş Ştatlar həm də narahatdır. Mən bir məqamı qeyd elədim. Yaxın Şərqdə İsraillə balans məsələsi. İkinci məsələ də Səudiyyə Ərəbistanının Çinlə yaxın şəkildə əməkdaşlıq etməsidir və Birləşmiş Ştatlarda bəzi dairələr ondan narahatdır ki, artıq Vaşinqton Riyada F-35-ləri satdıqdan sonra bu F-35-lərin müəyyən hissələri, eyni zamanda bu texnologiya bir şəkildə konfigurasiyalar Çinin əlinə keçə bilər. Bu da hazırda Vaşinqtonda yerləşən bəzi dairələrin narahatlığına səbəb olan əsas məsələlərdən biridir və bəlkə də bu istiqamətdə Səudiyyə Ərəbistanı F-35-ləri əldə etmək yolunda bəzi əngəllərlə üzləşə bilər. Bu əngəllər istisna edilmir. Mən bir məsələni də vurğulamaq istərdim sonda. Düşünürəm ki, sosial şəbəkələrdə kifayət qədər like yığacaq hadisələrdən biri ola bilər. İstər idman camiyyəsində, istərsə də siyasi camiyyədə. Dünən, bir neçə saat bundan öncə, daha doğrusu, Səudiyyə Ərəbistanının şəhzadəsi rəsmi görüş keçirdikdən sonra şam yeməyi keçirilib, həyata keçirilib onun şərəfinə və şam yeməyində məşhur Portuqaliyalı futbolçu Cristiano Ronaldo da iştirak eləyib. Bir neçə gün bundan öncə Mundo Deportivo Cristiano Ronaldonun Donald Trumpla görüşəcəyini bildirmişdi Ağ Evdə. Biz onu şam yeməyində gördük, eyni zamanda şam yeməyində Elon Musk da iştirak eləyirdi. Karyerasının başlanğıcıdır Ronaldonun. Futbolçu karyerasının yox, influencer karyerasının artıq yavaş-yavaş başlanğıcıdır. Elə başlıqla da kifayət qədər xəbərlər də yazılırlar. Və istisna edilmir ki, bu şam yeməyindən sonra Donald Trump və Ronaldo arasında iki tərəfli görüş keçiriləcək, yoxsa bu hələ sual altındadır, amma belə bir görüş keçirilsə, düşünürəm ki, sosial şəbəkədə bir paylaşım olaraq çox böyük rezonansa səbəb olacaq. Çox maraqlı xəbərlər idi. Çox sağ ol, təşəkkür edirəm sənə. Çox sağ olun. Mən də tamaşaçılarımızı təxminən 40 dəqiqədən sonra bizim ikinci buraxılışımızı baxmağa dəvət edirəm. Sağ olun, salamat qalın.